Bu İmam Rıza Aleyhisselamın hərəmidir. İmam Rıza Aleyhisselamın hərəm kompleksidir. Böyük ərazidə yerləşir. Çox böyük ərazidə yerləşir. Bura daxil olmağı, gedib içəridə hansı otaqlardan keçməyi inşallah videoda göstərdim. Allah hamıya nəsib eləsin. Gəlir ağanı ziyarət etməyi. Bu da yaradılıb ki, yağış qar zamanı insanlar rahat şəkildə hərəmə girib çıxa bilsinlər. Hər yerdə bulaqlar var, belə su içmək üçün. Aşağıda dəstəmaz almaq üçün yerlər var. Qış olmağına baxmayaraq suların hamısı isti gəlir. Həyətdə də olsa sular istidir. İçmək su hamısı isti gəlir. Burada qablarda salafanlar da ayaqqabıları qoyulur, ayaqqabılar içəridə təhvil verilir. Burada ayaqqabılar təhvil verilir. En böyük zallarından biridir Məşədin. Burada mərsiyələr, dualar, Quranlar oxunur. Hal-hazırda təvəssül duası oxunur. Kitablardır, Quran-ı Kərimlərdir, dualardır, hərəmə məxsus ziyarətnamələrdir, məsumların ziyarətnamələridir. Və Şeyx Bəhainin məzarıdır. Otaqları gəzdikdən qurtarmır. Hər cür insanlar hərəmə gəlib gedirlər. Xadimlər də yol göstərirlər. Hamısı xidmət edir. Təbərrük üçün silir, təmizləyir. Hər gün baba xadimlər buranın hissələri, şüşələri beləsinə ən xırda detalları belə təmizləyirlər. Buranın hamısı xidmətçilərdir. Giririk bura. Selamun aleyküm. Burada yaxınlaşırsan belə duzlu İmam Rıza Aleyhisselamın özünün zavod fabrikləri var burada. Bu hərəm kompleksinin orada istehsal olunur. İnsanlar belə alırlar, aparırlar təbərrük üçün evdə yeməklərinə tökürlər. Yeməklərinə bərəkət gəlir. Onların qapısıdır. Qapılar qızıldandır hamısının. Üstü hamısı qızıldandır. Qızıl işləmələrdir. Avaz-ı Blanka salavat. Allah her kimin arzusuna Allah nəsib eləsin ki, gəlib
بفرم عزیزم مسیح نیست بفرم زیارت قبول باشه. بفرم. بفرم یاد ببین من Burada deyirlər, burada çəkilişi dayandırırıq. Buradan başlayıb, buradan çıxıb insanlar ziyarət namazı qılırlar. Allah hər kəsin ziyarətini qəbul etsin. Dua oxuyan oxuyur, namaz qılır, ziyarətlər təkrar davam